Salam dəyərli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Binə qəsəbəsi, Borluq keçidindən dönürsən içəri, oradan 700 metrdir. Orman restoranının düz yanında bir dənə 4 otaq, paket kupçalı ev sizə təqdim edir. Bu həyətyanı sahəsində qapısı da Janus. Janus qapıdır, bir dənə də kvalitet qapısı var, piyada keçirsiniz. O həyətyanı sahəsindən bura qazan əkilir, belə dekorativ ağaclar əkilir. Arxası açıqdır. Arxa tərəf açıqdır. Kombi də orada yerləşir. O dip tərəfdə. Onun sağ tərəfində. Kombi də oradadır. Çəni də oradadır. Padvalın girişidir. Hündürlük. Qəşəng kermograt daşlar döşəndir. Daxil olanda birinci koridor. Koridorun sağında yerləşir mətbəx. Tam hazır giriş yeridir. Kombiya kimi hamısı qoyulur. Burada bir otaq radiatorları da qoyulur. Bir dənə pərdələri, bir dənə də 5 üşüyü yığıb gəlirsin. Burada diğer bir otaq pəncərələr də bol çabalıdır, yəni bahalı pəncərələr. Sanitarla Sanzel adlı evdir. Sanitar, uşaq üstünə də qəşəng. Dartma tavan. Dartma tavanı bahalı bir şey, ondan. Burada yerləşir diğer bir yataq otağı. Burada kombisi ilə çəni də yerləşir burada. Yanları çək. Keçid alırıq ara evimizin qonağı. Bu da evimizin qonaq otağı. Konserlər üstündə yer burada qoyulur. Binə qəsəbəsi Borluq massivi. Qiymət 125.000 manat deyilir. Sənətdəki paket qutsa, reallıq olsa qiymətdə endirim olacaq. Kommunallarda hamısı mövcuddur.